Salam hər kəsə, Doktor Dilgən mən, plastik rekonstruktiv estetik cərrahiyyə mütəxəssisi. Yoğunluqdan təbii ki, bilgiləndirici videolar biraz zəif çəkməyə başladıq. Amma önəmli mövzularda önəmli məlumatlar verməyə davam edəcəyiz. Dünən əməliyyat elədiyimiz bir vaka haqqında xüsusən məlumat vermək istəyirəm. Xəstəmiz xaricdən gəlmiş bir xəstə idi. Bizə müraciət səbəbi illər öncə 10 ilin üzərində hər iki süd vəzinə sintetik dolğu elətdirilməsi sonrası yaranan problem səbəbi ilə müraciət elədi. Ümumiyyətlə, hər zaman vurğulayırıq ki, süd vəzləri çox həssas orqanlardır və burada hər hansı bir müdaxilə olacaqsa mütləq öncədən çox dəyərləndirilir və edilə biləcək müdaxilələrin xəstə üçün faydası və ziyanları göz önündə bulundurulmalıdır. Tabii ki, bu pasientdə sintetik dolğu, özəlliklə biopolimer istifadə olunduğu üçün və illər keçdiyi üçün bu biopolimerə bağlı olaraq süd vəzlərində ciddi şəkildə qranulom dediyimiz vücudumuzun sintez elədiyi yabancı cismə qarşı reaksiya nəticəsində gəlişən kütlələr yaranmışdır ki, tabii ki, bu kütlələr birincidə süd vəzi xərçəkləri ilə qarışır və eyni zamanda xəstəni bizə gətirən əsas problem bu xəstələrdə ciddi şəkildə diskomfort, asimetriya, ağrı, şişlik və inflamasiya bağlı olan bir rahatsızlıqlardır. Biz pasiyentimizi dəyərləndirdik, detallı dəyərləndirdikdən sonra dün bu dolğuları çıxartdıq və patolojik incələməyə göndərdik. Dolayısıyla da teknik olaraq çətin bir əməliyyat qruplarındandır, çünki burada eyni zamanda süd vəzi dərisini, süd vəzi başını və eyni zamanda süd vəzinin anatomik bütünlüyünü qorumağa çalışsam da, amma dolğuların olduğu yerlərdə etdiyiniz cərrahi müdaxilələr bəzən riskli durumlara düşür. Çox vaxt bu pasiyentlər narkozdan qorxduğu üçün bu yollara müraciət edirlər, amma söyləmək istədiyim odur ki, süd vəzinə hər hansı bir işləm olacaqsa, mütləq süd vəzi mütəxəssisi tərəfindən olması lazım ki, əksi təqdirdə həm əməliyyatın problemləri artır, həm xəstələr müdaxilə sırasında və müdaxilədən sonra bəzən bir neçə əməliyyatlara girə bilirlər ki, bu da onların üçün təbii ki, hər əməliyyat bir risk deməkdir, risk təşkil etmiş olur. Dolayısıyla da süd vəzi müdaxilələri tibbi standartlara uyğun olacaq cərrahi müdaxilələr içərisində gerçəkləşdirilməsi lazımdır. Sağ olun, diqqətinizə görə.